açmayacağım. Laf səhərəcəndə çalsam açmayacağım. O elə bilsin ki yatmışam. Hiç xörəyi də verməyəcəyim. Qoy bilsin ki işten sonra vaxtında evine gelmemek ne demektir? Qoy bir yuxudan ayrılım da. Çiğnime bir şey salım da. Səbrin olsun gəlirəm ya. Daha ver. Akşamın xeyir. Ne tez yatmışsın Dilaver. Hele bir de görüm hardasan bu vaxtaycan. Harda olacağım işte güzde. Yalan niye deyirsən? Sen gündüzler işləyirsən yoksa akşamlar? Daha soruşma qadası. Səhər iş, akşam iclas. Laf əldən düşmüşəm. Yəqin yine diyeceksen ki eksperimental layihəni müzakirə eləyirdik. Hadi. Ama bugün inşaatçılarla yok, gelecek sakinlerle. Elgün bəsdir məni aldattın. Ön çivin kurtarmamış bir kirayenin eşimleri hardan tapdısan? Kooperatif zattın be ya. Demek ki gezmeye girmiştin. Bir defelik canımı kurtar. Ah birce bileydim ki seni öyünden eşiğinden avala salan o arvat kimdir? Görerdin ki ben onun başına nece eksperimental bir oyun getirerdim. Sen Allah zarafatı boşla. Ne benim başıma ne de öz başına oynar. Get xörəyimi getir acından ölürüm. Kiminle gezmeye gelmiştin? Gel onun öyünde de karnımı doyuzdur. Yok. İlişkimene inanmışsan. Onu da götür telefonu zenk vur iniste soruş. Bilmemiştim. Sonra da öyle bilsinler ki güya ben seni kıskanırım. Doğrudan da Bu da benim iş günümün 3. növbəsindən qabaq gəlyen altın. 3. növbə hansıdır? Yoksa gece de işlemeye gideceksin. Değil. İndi de evde oturup fikirleşeceğim ki lahiye düzeliş için teklif verin. Ay kişiler benim keyfime bakın. İşte müdürün töhməti, çölde sakinlerin şikayeti, evdeki arvadın məzəməti. 2 daş oradan, 1 daş buradan. İndi başını qoru görün necə qoruysun Elgün. Söhbəti değişme. Yine hansı daşlardan danışırsan öz-özündən? Sakinlerimizin inüstünüzle sapantlaştığı daşlardan. Cemaat talep ediyor ki otaqlar bir daş hündür, dəhlizse bir daş elin olsun. Ay Ergün, yani bu cemaatin ağlı yoktur. Neylerine lazımdır? Hündür otaqlar, enli dəhlizlər. Deməli bizi bu köhnə öylədən istəyirlər. Lüstrün lampasını değiştirmek için gerek nerdivanlandır başlasan. Pencerelerin perdesini değiştirmek için göre ayağımın altına bir stol, üstüne bir sütun koyarsan. Ne bu sırttaki kimin? Her tür yeni evler, teze menziller. Hele stolda oturduğun yerde fren, tavanın tozu uçsun. Ayaksa durduğun yerde elini uzat lüstrün lampasını değiştir. Dehlizine, mətbağına hiç el gezdirme. Çünkü toz düşmeye bir karış da yeri yoktur. Ne vurursan? Yoksa gözümü de. Kızım kimi sözler değilsen Dilaver. Ama... Ammasız adı yoktur. Bak ammasız adı. Evvela bu da kakal otur öğünde. Ne o müzakireye git, ne de layiheye düzeliş filan öyle. Koy menziller nece var edişe takarsın. Yığacağım, hudumanı. Sonra o ev kibrit sarakinin bir orada biz de köçe. Başa düştü. Bu toyxanadan dəhlizle məhban arasındaki yolu gidip gelene için elden ayağından düşürler. Yaşlılar yaş. Hələlik sənə yalnız bunu vəd edirəm ki, lahiyə düzəlişin təklif verməyəcəyəm. Və bu gece o barədə fikirləşməyib rahat yatacağım. Yatacaksan? Gündüzler gidişler, akşam böyle gelende de başımı koy yat. Ben bana beni bir gezmeye zada parasan. Halkın arvatları harice gezmeye gelir. Mene şehrimizi de doyunca gezebilmirler. Dünen komşumuz Sivan bana zengin gidip ki gidip Sofya Larya'nın filmine bakıp. Oradan da çıkıp gelip yıkır bir de sonun paltarından tiktirip öz için. Tül başa hiç yavaşmır da. Hakine yerlere gide kese. En başını sürsüsledini yeni Moğol'ya salır. Ama ben öyle oturup gözgüde özümden başka hiç kesi görmürem. Akı ben kimin evladım ben eski gemi?
toy məndə, buxur məndə, qaş məndə, göz məndə, çalıb oxumaq məndə. Vaxtında konservatoriyaya geçseydin, o Türkiye'den ya İran'dan gelen hanımelerin halsından pis okuyardın. Ne pis okuyordun sen şu çalın okuyup. Seninle bir son bahar, nefsimi giy. Yavaş Dilişka, yavaş. Çok zile kalkma, uşağı oyatarsın axı. Öyle uşağı başına bağlayıp eləyəni bağlamışsan da. Yavaş. Yavaş Dilişka, yavaş. Yoksa bezersen ha? Yok, məndə uşağımdan biz alır, ne de onun atasından. Ama sen de gerek öz uşağının anasından bizler olmayasan. Bak ben bu saat elə o uşağımızın hatırı için durup buradan geleceğim mehbara. Seni xoreyde kızdıracağım. Ondan sonra o uzun lafında yolu bir de təzədən. Zəhmət şəhmə. Onsuz da mən qarnımı söğüb qəlyan altı ilə doldurdum. Gördün ki bayaqdan beri dediğin sözlerin hamısı lağlağadır. O ağız dolusu dediğin müzakirede, layiheye düzelişte, boş boş söhbetlerdir. Sen kimin nesi gezmeyi kalmışsan, hele onun için yedini kalsını doyursun. Laver görmüşsən özünü hiç güç tapa bilmirsən. Sen gibi gezeyen, kişisi olamaz, işsiz güçsüz kalar. Laver, yani sen bu sözleri doğrudan deyirsən, ha? Yok, yalandan değil, balasın. Demek sen bu fikirdəsən ki, mənim məşuqam var Bak ne faiz. və buna dözürsən. Kim değil gözüne? Yaxşı, Döz Laver. bırak, döz bırak. Laver, ya Laver. 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 Aman Allah. Qoyma ki doğumacı arvadım zorla mənə məşuqa sırısın. Görəsən İlgün hardadır? Kiminlədir? Neyiniyir? Bir gün halbete salıp güleceğim onu. Ah, bircə tutaydım onu o arvadla bir yerdə. Hansı arvadlar bacım? Ne bileyim az elə neye de yandıran oldu ki, tanımıram adamını. Tanısam aman verərəm. Koy bizden gideyim görüm eve ne vaxt gəlir. Aa, yok. Yok ya saat 8'den keçib göğe ne danışırsan? Koy bizden geleyim. Alo? Alo? Başlayayım. Bura haradır? Burayı Insurgents Dom Proyekt. Ergün oradadır. Bəli, buradadır. Bu da yaşarım. Yok halik trupkamı ona vermeyeyim. Diyesen kuşu tutmuşam. Başlayın siz kimsiniz hanım? Mən burada işleyen bir memar. Adınızı bilmək olmaz. Niye olmur ki? Axı bu sizin elinizə lazımdır. Necədən evime lazımdır? Bəs ben bilmiyim ki bu gece vakti benim evim institutda hansı kadınla işləyir? Bu ne sözdür hanım? Ah, demek siz Ergin'in arvadısınız. Bəli, necə məyər? Evvela salam. Sonra da bilin ki burada herkesin öz stolu, öz iş yeri var. Bəs onda siz benim erimin stolunun yanında neymişsiniz hanım? Çok garibə danışırsınız. Ben özge stoluna göz dikmemişim. Eğer başka sözünüz yoktursa Ergin'i çağırın. Yok. Mənə Elgün lazım değil, mənə siz lazımsınız. Mən? Axı ne barədə? Özümü türkülüyə vurma. Çok yaxşı bilirsən ne var edə. Bir yandan deyirsən ki, öz göz olma mevtac deyilər, o bir yanından mənim taxtivarıma götürürsən. Siz deyirsən həddinizi aşırsınız hanım. Eğer mənə karşı bir təmənnanız varsa, vaxt təyin edin, görüşəyə, söhbət edək. İndi isə xahiş edirəm, işe mani olmayın. Buna bax az, mənim səndən nə təmənnəm olacaq? Bəyər mən də kişiç adam ki, mənlə görüş təyin edirsən? Əlimdən Allah'ın bəstəyi elə bil mənimlə qabaq oturup danışsana üzün də var. Əsəbləşmə Dilarə, Xəstə də deyən görür. bu laf ağ oldu. Mən sizi təmkinli bir xanım zənnedirdim. Fəqət Fəraqat durmasam, laf təpiyimi də görərsən. Bax budur sənə deyirəm. Nə qədər geç deyil, özün öz xahişinlə
bıçak salar. Sen bundan sonra neye bakacaksın? Ay İfrite. Onu görersiniz. Hükmen alarsınız bu sözlerin cevabını. Ben özge kanlığına mühtaç değilim. Qaragül. Diyan, bu saat gelip sen aşırı sonu verərəm mən. Əsəbləşmə, Dilarə. Mənim paltomu gətir. Əsəbləşmə. Mənim paltomu gətirəcəm sənə. Bu saat. Gülə xanım, Gülə xanım, sizə nə olub Gülə xanım? Ne olur Gülə? Mümkün bu da. Gülə xanım, ne olur? Gəlin oturun. Əyləşin. Bu dəqiqə Gülə xanım, bu dəqiqə gətirəm narahat olun. Alo? Zəhirmar alo, çor alo. Bilaver sen? Ne olur, ne çığırırsan? Çığırma biri sənin canımı da alıram. Avara, deməli sən axşamdan o institutda oturub o ifrite ilə işləyirsən, yarışı öyə gələzlər. Hansı ifritay kız? İfritə mənə deyir arvadınız. Sen neylemişsin Dilaver? Yad adamı tahkir. Yan adam deyil o. Sən aşkındır. Sus! Bəsdir! Halka böhten atma! Ay, rüsva eyledin beni bütün yoldaşlarımın yanında. Hansı yoldaşlarım ya? Kime kelek gelsin ha? Orada senden başka, sen o adamından başka bir adam var. Ha? Kime kelek gelsin de? Sus, bəsdir! Çığırma! Bəsdir! Bu ne sessizlik? Gel gelin bu hengamani sana bir halden başlayayım. O de oturup qadan böyük qəmbərmiş. Ha, Trubka'da? Bəli. Ha? Tez ol. Bir kişi çalın telefona görün de tez ol çalın görün de. Kişi? Ha kişi ne diyorsun? O da kişi, böyle kişi demek istiyorlar, yakın beni istiyorlar. Ben bıraktım buna görüyorum. Ha, alo, ne istiyorsun? Şimdi bu saat dedim ki canıma dert istiyorum, azar istiyorum. Ha, böyle çıkır ki size kesteri lazımdı. Onda nahak yere layihenin üstüne zen vurursun. 03'e müracaat etmeye lazımdır. Kül olsun sizin o insün başına ki akşamdan aşağını verir siz bir cüt yolunu aldırmışsın eline. Onlar da başlayırlar o gözleri için. Buna bak, telefonun ucundan tıpıncusuz etme ay kadın. Ne kadar ki bu üstü açar benim elimdedir, ne gündüz ne akşam. Hiçbir yolunu azmış buraya girebilmez. Bana bak kişi, sen kimsen? O insün kapıştıysan, he? Ya gördün hasta sen. Ben bu üstün kapısında yok, başında duran büyük kişi gamber olacağım. Büyük kişi yok bir. Başında duran, gözümüz aydın, baksana başımız büyük kişiye bir bak. Buna bak, malumunuz olsun ki onun hiç tafotu yoktur. Kişi de kişidir. İster böyle olsun, ister kişi olsun. Ama senin gibi kadının görünür ağlı saçından cüdedir. Ona göre daha 03'e yok. Magazin kişisi 40'a dengele. Evet. Delikanlıya. Belki hekimler sana derman, Allah da ağıl verir. Evet büyük kişi bilmemişsiniz ki insü harenge pazarlığa göndermiş size. Be adam bu kadar adamsınız. Birinizin ağına gelmiyor ki bu telefonu düğmesin basın kuşkaşkıyla kesilsin. Oradan ara böyük kişi qəmbərmiş. Şunu ara. Böyük kişi qəmbərmiş. Şumarə getdi yazmağa. Yazmağa? O da yazan diye sen ahırda benim için yazışı olacak. Yaxşı, siz de dediğin evinize dincelin. Ancak yazımızdan çıkartmayın ki sabah layihəni inşaatçılara təhvil veriliyor. Xudahafiz. Sağ olun böyük kişi qəmbərmiş. Narahat olmayın böyük kişi qəmbərmiş. Her şey yaxşı olacak. Büyük kişi Gamberoviç. Büyük kişi Gamberoviç. Ha. Adaya gelin direktörüdür. Ha. Şuna sarılma dedi. Yavrum oldu. Çünkü ben öldüreceğim. Sakin ol, sakin ol. Gülə xanım. Gülə xanım. Siz bu vəziyyətdə tək evə gedə bilməzsiniz. Gəlin sizi yola salın. Gəlin Gülə xanım. Gedək sizi maşınla yola salın. Eşyat salın. Buyurun. Bilirsen, tüm bu işlerin ahırı nece olacak?
buradan kazandım. Bunun da kıymeti eləyər. Maraqlıdır da. Heç narahat olmayın. Mənim bu sahədə bir balaca təcrübəm var. Necə yəni? Bir dəqiqə, mən sizi başa salım. Bu boyda binanı görürsünüz, təzə binadır. Elə deyil. Bunu sökməyəcəklər. Belə deyil. Amma bir şərtlə ki, bir daş altdan, bir daş üstdən. Vay yadınızda qaldı. Bax, burada yaxında bir restoran var. Nə var? Restoran. Restoran. Ağa dayı, elə eləyin heç onlar da bilməsinlər. Bilməzlər. Bir gün gedək oturaq orada, özüm üçün sakit söhbət edək. Gedək. Bilirsən, ağa dayı, mən o... Mənə var, o yeməklər zadı yaxşı da olar. Deməli mənə təklif edirsiniz ki, ikilikdə yeni layihə hazırlayaq, eləmi? Bəli. Bəs arvadınızdan qorxmursunuz. Əgər Dilarə xanım eşitsə ki, biz ikilikdə işləyirik, inanın ki, saçlarımı yolar. Siz ona əhəmiyyət verməyin Gülşah bacı. Dilavər ümumiyyətlə məni qısqanır. Əbəs yerə, onun öz işidir. Lakin, niçin mənə qısqanır o sizi? Nəsi mənə? Arvadımın bu qəbahəti üçün sizdən 1000 dəfə üzr istəyirəm. Əbəs yerə, mən onu bağışlayıram. Ancaq sizi yox. Baxın, mən yazığın nə təqsiri var Gülşah bacı? Sizin təqsiriniz, bax elə bu yazıqlığınızdır. Kişi də imkan verər ki, arvadı onu dərəcəsinə sevsin. Siz elə bilirsiniz, o məni yalnız sevdiyindən qısqanır. Həm də dəlisoğluğundan belə edir. Bəs bilirsiniz Allah. İnanın ki, indi mən özüm kimi sizin arvadınıza da acıyıram. Zavallı qadınlar. Ne üçünsə həmişə sarsaq sayılırıq. Bilirsiniz Ergün, ərim də mənə yelbəyim deyirdi. Amma özü təricəsinə məni qısqanırdı. Özü də ki, səbəbsiz, münasibətsiz. İnanın ki, doğma qardaşına da şübhə ilə baxırdı. Ailə həyatımız cəhənnəm əzabına dönmüşdü, axı dözə bilməyib. Ayrıldıq. Həriniz eynən mənim arvadım kimiymiş ki. Yox, yox, elə düşünməyin ki, mən də sizə arvadınızdan ayrılmağı sövq edirəm, qətiyyən yox. İnanın ki, peşman olarsınız. Mənim kimi. Bilirsiniz, evlilik yaşına çatmış insan üçün istər kişi olsun, istər qadın, tək yaşamaq çox çətin. Kişilər üçün xüsusilə çətindir. Çünki qadınlar heç olmasa pişir düşürü bacarırlar. Kişilər isə qadınsız ac qalır. Məsələn, mən indi evə gedəndə arvadım evdə olmasa nə yərəm, hə? Olmayacımısın. Daha soruşmayın Gülşah bacı. Gülşah bacı. Bəli. Yenə bəlkə gedək yaxındakı kafeyə. Yüngül bari bir şey yeyək, çay içək. Nə deyirəm ki, mən hazır. Ay, görürsən bizim yoldaşlar harada qaldılar? Kişilərin gediblər evlərinə. Böyük kişi qəmbər olmuş, bu vaxta qədər xörəksiz qalmaz. Onu düz deyirsiniz. Biz də gedək kafeyə, həm qəliyyən eləyək, həm də gələcək layihəmiz haqqında danışaq. Buyurun. Ancaq layihə haqqında. Ergün, mənə deyiləsi başqa sözünüz yoxdur. Mənim daha sizə nə sözüm ola bilər Gülşah bacı? Nə bacı sanırsınız? Mənə sadəcə olaraq Gülşah deyə bilməzsiniz. Buyurun. Yaman yıxıldım. Ergün, yaman yıxıldım. Çalışın, bir də büdürəməyəsiniz Gülşah bacı. Çalışalım. Buyurun.
Gözümdeki parıltı, gözümdeki parıltı, hayalimda ışıltı, açılan seherimdendir, açılan seherimdendir, açılan seherimdendir. Gönlümdeki daşkınlık, gönlümdeki daşkınlık, ruhumdaki şaşkınlık, dalgalı Xəzərimdendir, dalgalı Xəzərimdendir, dalgalı Xəzərimdendir. Saçımdaki küləklər, saçımdaki küləklər, ocağımda böcəklər, mutlu şəhərimdendir, mutlu şəhərimdendir, mutlu şəhərimdendir, mutlu şəhərimdendir. Geldim. Geldim. Akşamın xeyir. Al bakın hayır. Neysen Dilaver? Hı? Seni gözlüyorum. Bu vaktican oradasın. Görəsən düzün deyim, yaldadım onu. Yok, düzün deyeceğim. Gezirdim, Kiminle? bizimle işleyen bir hanımla. Mübarektir. Çok sağ olun. Yəqin ki acımısın. Yok, o kadar da yok. Kafede qalyan alt elədik. Doğrudan. Doğrudan. Hele biraz içmişen de senin sağlığına Dilaver. Sen ha. Mən ha. İnanmırsan? Hah, onda kulak as, senin için biraz okuyum. Ay dili dili can. Səsini saxla. Oğlumun toyunda oxuyarsan. Səndə günah yoxdur. Bax günah o böyük kişidədir ki, sizi işdən, evdən avalı eləyib salıb bu çöllərə. Ətimi tökməsən Allah. Budur. Adam sözün düzün deyəndə adı ət tökən olur. Engin. Hı. zəng vurmuşdu. Növbətçi dedi ki, gedib siz yeni binaya baxmağa. Necə? Onun için beni Allah'da bilmezsen. İnstitüt eləmişsin? Deyəm. Kiminle tanıştın? Ne tanıştınız? Oğlum ya sen de kıskanmaya başlamışsın. Ne işime yarım en kişi de değilim. Adam kıskanç olmaz. Kıskançlık kapitalizm kalıbıdır. Gidelim yok, gel çöreğimizi ye. Çok sağ ol gadası. Değme, balası. Ergün, bu akşam harda işleyirik? Bizim evde. Sen ne danışırsın? Şöyle iş olar. Hanımım böyle isteyir. Hem de koy burada işinizden haberdar olmasınlar. Ne diyeyim ki? Koy sen bir yan olsun. Yaxşı sağ ol. Sağ ol.
Xahiş edirəm, bu axşam işdən sonra institutda qalıb, mənim də çertözlərimi işləyərsən, kollega. Bax, budur. Liftin tunelindən mərtəbələrə qapılar.